Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Biz bugün yeni bir mövzu öyrənəcəyik. Baxaq görə bu mövzumuzun adı nədir? Deməli, bədənimizin xəstəliklərə qarşı müdafiəsi mövzusu olacaq. Gəlin biz bugün bunlar haqqında danışaq. E, Öncəliklə, deməli, e, belə deyək, fəaliyyət iki bölməsi var. Bu fəaliyyətdə nədən bəhs edilir? Bunlar haqqında danışaq biraz. Deməli, bu fəaliyyət hissəsində, aha, fəaliyyət hissəsində gəlin baxaq bizə lazım olan ləvazimatlar. Bunlar deməli skoçdur, daha sonra duzdur, sirkədir, yapışqandır. Bu kimi hissələr, ləvazimatlar bizə lazım olacaq. İşin gedişatı necədir? İçərisində sirkə olan qabağa birazcık duz əlavə edirik. İkinci isə yapışqan və skoçun üzərinə duz əlavə edirik. Üçüncü isə duzla təmas zamanı baş verənləri izləyin və dəftərinizdə müvafiq qeydləri edin. Müzakirə üçün nədir? Müzakirə suallarını da burada verilibdir. Deməli uşaqlar, belə deyək, içində sirkə olan qabın içərisinə duz tökəndə həminki duz sirkənin içərisində həll olacaq. Yapışqan və skotçun səthine duz səpsək, yapışqan səpəndə yapışqanın səthinə yapışacaq, yaxud da ki skotçun səthinə bax bu duz parçacıqları yapışacaq. Sizcə skoç, sirkə və yapışqan nəyi təmsil edir? Bunu deməli, bu dərsimizdə biz belə deyək, nələr təmsil etdiyini biz analiz edib tapacağıq. Daha sonra sirkə duza necə təsir etdi? Skotun üzərinə səpdiyimiz duz altındakı səthə keçə bilərmi? Keçə bilərsə nə üçün keçə bilər? Hansı orqan və bədən mayeəsi toz hissəciklərin və patogenlərin insan orqanizminə daxil olmasına mane olur? İndi uşaqlar, bu sualları, müzakirə suallarını dərsi keçdikdən sonra bu sualların izahlarına təkrar bir də qayıdacağıq. O sualların izahına cavab verməyə çalışacağıq. Belə deyək. Öncəliklə keçdik dərsimizin özünün izahına. Deməli, uşaqlar, biz əvvəlki mövzularımızda patogenlər haqqında məlumat öyrəndik ki, patogenlər nə idi? Patogenlərin törətdikləri xəstəliklər yoluxucu xəstəliklər oldu. Daha sonra patogenlər özləri üçün həm məskunlaşma yeri üçün, həm qidalanma yeri axtarıb tapırdı. Bu da ki, əlbəttə ki, sahib orqanizm olurdu. Sahib təkcə bitkilər, heyvanlar, bitkilər, həmçinin də insan sahib orqanizm ola bilirdi. İndi və patogenlərin insan orqanizminə yaxud da ki, sahibin orqanizminə daxil olmasını biz 100% qoruyub saxlaya bilmərik. Yaxşı, bəs daxil olarsa, orqanizm özünü necə müdafiə etməlidir? İnsan orqanizmi necə müdafiə etməlidir? Onun haqqında məlumat əldə edəcəyik. Deməli, uşaqlar, belə bilirik ki, insan orqanizminə patogenlər daxil olanda infeksiyon xəstəlikləri yaxud da ki, yoluxucu xəstəliklərə səbəb ola bilirlər. Əlbəttə ki, bu yoluxucu xəstəlikləri yaradan bu patogenlər insan orqanizminə hər zaman çox rahatçılıqla daxil ola bilmir. Çünki insan orqanizmində onu qoruyan bir maneə var. Buna biz iki cür maneə deyəcəyik. Öncəliklə təbii maneələr deyəcəyik ki, bunlar ilkin müdafiə tədbirləridir. Bizim təbii maneələrimizə dəri, mədə şirəsi və göz yaşı, həmçində sellik, bax bunlara aiddir. Bax bu təbii maneələrə bunlar aiddir. Bu maneələr bizə nə ad verir? İlkin müdafiə tədbirləri adını vermiş olacaq. Bu ilkin müdafiə tədbirlərinin sayəsində patogenlər insan orqanizminə çox rahatçılıqla düşə bilmir. Bu da belə. İndi uşaqlar, belə deyək də, insanın dərisinin üzərində, bax bizim dərimizin üzərində məktəbdə də çoxlu oynayırıq. Dərimizin üzərində çoxlu miqdarda olan xəstəlik törədən bakteriyalar olur. Dərimizin üzərində. Amma bu ilkin maneə olaraq, bax bu dərimiz ilkin maneə olur və həmin mikroorqanizmlərin, patogenlərin bizim canımıza, orqanizmimizə keçməsinin qarşısını alır. Amma işte şayətdir biz əlimizi kəsəriksə, dərin bir yara kəsik olarsa, o zaman bakteriyalar çox rahatçılıqla bax o kəsilmiş nahiyədən bizim orqanizmimizə keçid edə bilər. Yəni bizi xəstələndirə bilər. Ona görə dərimiz zədələnərsə və yaxud da ki kəsilərsə, bu patogenlər daha dərin toxumalara maneəsiz olaraq çox rahat bir şəkildə daxil olacaqdır. Bax yuxarıda təcrübə var idi. Həminki təcrübədə skoç deyirdi ki, skoçun üzərinə, bax bu skoçun üzərinə
deməli, duz tökərsən, tökdükdə necə olar? Bu skos bizim dərimizin misalı idi. Dərimizin misalı idi və belə deyək, dərinin üzərinə, skotsun üzərinə daha doğrusu, skotsun üzərinə duz tökəndə o skotsun üzərində yapışıb qalacaq. Deyir ki, skotsun üzərinə səpdiyimiz duz altdakı səthə keçə bilərmi? Bəli, keçə bilər. O zaman yara dərindən kəsilərsə, bu çox rahat bir şəkildə keçə bilər. Daha sonra isə burada hansı hissəsinə gəlirik? Deməli, bəli, əgər dərimiz belə deyək də zədələnibdirsə, əlbəttə ki, həmin zədələnən, yaralanan hissəni spirtlə yaxud da ki, yod məhlulu ilə tərtəmiz təmizləmək lazımdır ki, patogenlər oradan təmizlənsin, qurtarsın ki, biz belə deyək, tez xəstələnməyək. Daha da sonra uşaqlar göz yaşı, baxın, göz yaşı bizim gözlərimizi deməli xəstəliklərdən, bax bu patogenlərdən uzaqlaşdırır. Məsəl üçün gözümüzün içərisinə müəyyən bir nə bilim mikrob xəstəliklərdən patogen düşübdürsə əgər göz yaşı ilə həmin o patogeni biz gözümüzdən kənarlaşdıra bilərik. Ona görə deyirik ki, uşaqlar gözləriniz qaşınarkən əllərinizlə gözlərinizi çoxlu-çoxlu ovuşdurub qaşımayın. Çünki əlinizdə mikroblar gözünüzə keçə bilər və gözdən də ki, əlbəttə ki, çox açıq bir sahədir. Həmin açıq sahədən bizim orqanizmimizə mikroblar daxil ola bilər. Ona görə gözümüzü əlimizlə, çirkli əlimizlə hələ belə olsun ki, qurdalamalı, təmizləməli, qaşımalı deyilik. Deməli, xəstəliyə yoluxma ehtimalını azaltmaq üçün həminki yaranı təmizləmək lazımdır. Bir də uşaqlar, bizim burnumuzun içərisində tüklər yerləşir. Hər bir uşaqların burnun, insanların əlbəttə ki, burnunun içərisində tüklər yerləşir. Bu tüklər, ay uşaqlar, həm havadakı toz hissəciklərini qoruyub saxlayır, həm də ki patogenlər tutub saxlayır. Yəni onların hamısını %100 saxlaya bilmir. Əlbəttə ki, müəyyən bir hissəsini qoruyub saxlayır ki, bizim nəfəs borumuza, tənəffüs orqanımıza belə deyək, patogenlər daxil ola bilməsinlər. Amma belə deyək, ağız vasitəsilə nəfəs alarıqsa, o zaman patogenlər çox rahat bir şəkildə ağzımızla nəfəs borumuza, badamcıqlar olsun, digər bir yerlərə əlbəttə ki, çox rahat tezliklə keçə bilər və orqanizmi xəstələndirə bilər. Daha sonra isə uşaqlar, burada selik hissəsi vardır. Selik nədir? Uşaqlar, yəqin ki, müşahidə eləmisiniz. Xəstələnərkən burnumuzdan selik axır, öskürərkən bizim ciyərlərimizdən bəlğəmli selik əmələ gəlir. Bu nədir? Uşaqlar, selik bizim orqanizmimizi qoruyan ilkin maneələrdən biridir. Yəni bizim belə deyək, burnumuzun içərisində məsəl üçün bibər tozu qaçmış olur da biz nəyə görə dönə-dönə asqırırıq, burun seliyi ilə elə onu kənarlaşdırmaq istəyirik. Orqanizmimizi həminki seliyi ifraz eləyir ki, bədəndən bu patogenləri aralaşdırsın, uzaqlaşdırsın. Ona görə selin içərisində patogen tutub saxlanılır. Bax, buradakı şəkildəki kimi patogen içəridə olur. Selin içərisində bu tutub saxlanılır və bədəndən xaric edilir. Ona görə qrip olarkən, digər xəstəliklər zamanı burun axıntımız ola bilər. Yaxud da öskürərkən bizim ağciyərlərimizdə əgər patogenlər varsa əgər o bəlğəm, selik patogenləri öz ətrafında, yəni patogenləri bürüyür hər tərəfli və öskürənin bizə öskürmək halı verir. Öskürərkən bizim ciyərimizdən də həminki patogenlər seliklə birlikdə çıxır. İndi burada nədir? Deməli, selik orqanizmin hüceyrələri tərəfindən ifraz olunan yapışqanlı mayedir. Soyuq dəmir yaxud da ki, allergiya zamanı patogenləri orqanizmə daxil olmuş toz hissəciklərini tutur və boğazda, burun boşluğunda, ağız boşluğunda selik ifraz eləməklə onları kənarlaşdırır. Öskürmək yaxud asqırmaqla da seliyə yapışmış patogenlər, əlbəttə ki, toz hissəciklər də olsun, bunlar da xaric ola bilirlər. Deməli, uşaqlar, asqırarkən, öskürərkən nə demişdik? Biz ara məsafəmizi gözləyirik. 2 metrdən az olmayaraq ara məsafəmizi gözləyirik. Həmçinin də ki, belə deyək, ağzımızı, burnumuzu dəsmalla örtməliyik ki, ən azından həminki asqırdığımızda, öskürdüyümüzdə nə demişdik? Hava damcı ilə qarşımızdakı şəxsə təkrar yoluxdura bilirik. Ona görə bax, buradakı selik yuxarıda göstərilən, yuxarıda verilən yapışqan əvəzidir. Yazaq bura, selik. Selik yapışqan əvəzidir və əlbəttə ki, deməli, haradaydı bu?
Hə, heç nə. E, Yapışqan əvəzidir və selik əvəzidir yapışqan və yenə də o patogenləri tutub saxlayacaq və bədəndən kənarlaşdırmağa xidmət edəcək. Daha sonra uşaqlar burada gəldik mədə şirəsinə. Uşaqlar, mədə belə biz istənilən vaxtda yemək yeyərkən həminki yediyimiz yeməyin qalıqları 4 saatdan düz 8 saata kimi bizim qarnımızda qala bilir. Yəni 4 saatda qala bilər, 7 saatda, 6 saatda qala bilər. O əlbəttə ki, yeməyin ağırlıq dərəcəsindən asılıdır. İndi uşaqlar, bir də yadınızda saxlayın ki, mədə şirəsində çox yaxşı H xlor, çirkin yazdım bax. H xlor, xlorid turşusu var. Yazın bura. Xlorid. Xlorid turşusu var bizim mədəmizdə. Həmin xlorid turşusu e, bədənimizə, mədəmizə, həzm sistemi vasitəsilə daxil olmuş patogenləri məhv edir. Bax, oradakı o asid var ha, xlorid turşusu var ha, həmin xlorid turşusu bakteriyadır, mikrob, virusdur, onların məhv eləməsində çox yaxşı iştirak edir. Həmçinin də qidanın həzminə də bir nömrəli bu xlorid turşusu kömək edir. Ona görə belə deyək, yemək yeyərkən yeməkdən birbaşa əvvəl, yaxud da ki, nə bilim 10 dəqiqə, 20 dəqiqə əvvəl tez çay, su içməyin ki, o mədənizdəki xlor turşusunu tərtəmizləyib aparmasın. Aparsa, həzm sistemimizdə çətinlik ola bilər. İndi bu gedirik, bu hələ ki yuxarı siniflərə aid idi, əlavə məlumat idi, sizə verdim. İndi uşaqlar, qidanın həzmi üçün, daha yaxşı həzm olunması üçün mədə şirəsi xlor turşusu ifraz etdi. O zaman qida vasitəsilə, yaxud da ki, su vasitəsilə bizim həzm sistemimizə, yəni mədəmizə patogenlər düşür və bu mədə şirəsi patogenləri qəşəng zərərsizləşdirib orqanizmi qoruyur. Uşaqlar, patogenlər əlbəttə ki, dedik ki, bax bu təbii, bir də ki, bunu deyim, mədə şirəsi yuxarıda sirkə misalı vardı ha. Bax, sirkə bizdə mədə şirəsinin əvəzində olacaq. Əlbəttə ki, sirkə duza necə təsir etdi? Sirkə duzu həll etdiyinə görə, onu yoxa çıxartdığına görə, eyni ilə də deməli, mədə şirəsi də qida ilə qəbul etdiyimiz patogenlərin hamısının məhv olmasında e, iştirak edir. Deyir ki, hansı orqan və bədən mayeesi toz hissəciklərinin və patogenlərin insan orqanizminə daxil olmasına mane olur. Məsəl üçün bizim dərimiz həmin bu patogenlərin orqanizmimizə daxil olmasının qarşısını alacaq. Bədən mayeesidəki məsəl üçün sellik də ola bilər. İnsan orqanizminə sellikdir, elə ondan sonra mədə şirəsi olsun, göz yaşı olsun, bunlar qoymayacaqlar ki, bu belə deyək də daxilimizdə qana keçsin. Amma müəyyən qədər qoruyur əlbəttə ki. Daha sonra uşaqlar gəldi patogenlər bu təbii maneələri keçərsə əgər, artıq bu patogenlər qan dövranına keçmiş sayılır uşaqlar. Qan dövranına keçəndə artıq ilkin müdafiə sistemini bax bu patogenlər qırır və kimlərlə qarşılaşır? İkincili müdafiə sistemi ilə qarşılaşacaq patogenlər. O zaman uşaqlar, patogenlərə kimlər təsir edir? Yadınızdadırsa əgər biz əvvəlki dərslərdə nə keçmişdik? Demişdik ki, ağ qan hüceyrələri bizim qanımızdakı zərərli bakteriyaları, mikroorqanizmləri, xəstəlik törədən mikroorqanizmlər tuturlar və onları zərərsizləşdirirlər. Yəni onları məhv edirlər. Bax bu ağ qan hüceyrələri. Ağ qan hüceyrələri uşaqlar necə bir funksiyanı yerinə yetirir? Gəlin buna baxaq. Ağ qan hüceyrələri bax buradakı kimi patogenə yaxınlaşacaq, onu udacaq və bu prosesin adı fagositoz prosesi adlanacaq. Fagositoz deməli uduran mənasını, fagositoz uduran mənasını verir. Deməli, fagoya udmaq mənasını verirdi. Bu nəyə oxşuyur uşaqlar? Elə bil ki, bax bu belə deyək də yumru şəkildədir, ağ qan hüceyrəsidir. Qarşısına bir dənə bakteriya çıxanda tez bunun qolları çıxır özündən, həminki bakteriyanı tutur və daxilinə doğru çəkir, o bakteriyanı daxilində həzm eləyir. Bax biz buna fagositoz deyəcəyik. Yəni həminki hüceyrəni yeyib sintez eləyir. Fagoya udur, yeyir, sintez edir. İndi isə gəlir uşaqlar nəyə baxırıq? Alqan hüceyrələrin digər növü də patogenləri və onların zəhərlərini zərərsizləşdirmək üçün anticism adlanan xüsusi bir maddə əmələ gətirir. Anticism özü maddə olaraq zülal maddəsi adlanacaq. Biz onu zülallara aid etmiş olacaq. Anticism zülaldır.
zülal maddəsidir. Bakteriya mikrobları məhv edirlər, onları zərərsizləşdirirlər. Deməli, uşaqlar, buradakı gəlin bu cümləyə fikir verək. Müxtəlif növ patogenlərin zərərsizləşdirilməsi üçün onlara uyğun olan, bax bu patogenlərə uyğun olan xüsusi anticismlər hazırlanır. Uşaqlar, anticismlər patogenlərə yapışır və onları ya həmən dəqiqəsi birbaşa zərərsizləşdirir, yaxud da ki, ağ qan hüceyrəsini də özünə köməkçi kimi çağırır və həmin patogenləri məhv edirlər. Bunu necə yadda saxlaya bilərik, necə bilərik uşaqlar? Məsəl üçün bir uşaq tutalım ki, belə deyək də, qızılca virusuna tutulubdur. Həmin uşaq qızılca virusuna tutulanda, belə deyək, həmin uşaq sağalır. Düzdürmü? Amma eləsi də var, müəyyən qədər müalicə tədbirləri aparılır, həmin uşaq sağalır. Bəzən də məsəl üçün, bəzən deyəndə çox vaxtı valideynlərimiz körpə uşaq olarkən, belə deyək, uşaqlara aparırlar, onlara iynə vurdururlar ki, bu uşaq nə vaxtsa xəstələnməsin. Deməli uşaqlar, belə deyək də, qızılca xəstəliyinin qarşısını alması üçün həkimlər həminki uşaqlara peyvənd vuracaqlar. Peyvənd vuracaqlar. Peyvənd də nə demək idi? Peyvənd ölmüş, yaxud da ki, çox-çox zəiflədilmiş patogenlərdir. Yəni sağlam uşağa qızılcanın patogenlərini, yəni qızılca virusunun ya ölmüş formasını, ya da ki, zəiflədilmiş formasını həminki uşağa yeridirlər. Bir növ uşağı bir növ xəstələndirirlər hələ ki, müvəqqəti. Həmin uşaq xəstələnə bilər, çox yüngülvari qızılca xəstəliyinə çevirə bilər. Bəzən də elə olur ki, uşaq heç vaxt xəstələnmir. Deməli uşaqlar qızılca virusuna qarşı qızılcanın peyvəndini vurdular. Yaxud da ki, məsəl üçün bakteriyalarla xəstələnəndə belə antibiotiklərdən istifadə edirlər. Antibiotiklər əsasən belə deyək də, o biz kif göbələyi oxumuşduq ha, digər adı pensilin göbələyi idi. Kif göbələyindən antibiotik istehsal olunurdu və həmin antibiotikdən bakterial xəstəliklərin müalicəsində istifadə edirdilər. Yaxud da ki, belə deyək, məsəl üçün, əgər qrip virusuna tutulubdursa, qrip virusunu aradan qaldıran anticismlər ona tərəf gəlir. Yaxud da ki, belə deyək, bu uşaq, birinci uşaq xəstələnmişdi, qızılca xəstəliyinə tutulmuşdu. Daha sonra o uşaq sağaldı. Artıq o uşağın qanında xüsusi anticismlər yarandı. Qızılca anticismləri yarandı bu uşaqda. Ona görə bu anticismlər uzun müddət qala bilər. Baxın, altından da xətt çəkirəm. Anticismlər qanda uzun müddət qala bilər. Ona görə hansı xəstəliklər olacaq uşaqlar? Baxın, qızılca, qızılca, daha sonra çiçək, çiçək, ondan sonra uşaqlar, sakit dərs izahı göndərirəm. Qızılcadır, çiçəkdir, ondan sonra məxmərəkdir, məxmərək. Bax, bu kimi xəstəliklərdə uşaqlar, adam, uşaq bir dəfə yoluxduqdan sonra onun qanında anticismlər yaranır, hazır durur. Bu uşaq nə vaxtsa qızılca patogenlərini görsə, məsəl üçün, belə, mən tutaq ki, yoldaşımızın biri qızılca xəstəliyinə tutubdu, onun qanında anticism var. Qızılcanın anticismi var. Bir növ qalxanı var o uşağın, qızılca xəstəliyinə qarşı qalxanı var. Başqa bir dənə uşaq təzə-təzə qızılca xəstəliyinə yoluxanda gəlsə, məsəl üçün həmin o yoldaşının yanında dursa, o yoldaşı xəstələnməyəcək. Niyə? Çünki qızılcanın o infeksiyalar, patogenlər nə qədər bunun canına düşsə də, bunun canında artıq qızılcaya qarşı yaranmış anticism olacaq. Ona görə o təkrar bir də xəstələnməyəcək. Eyni ilə bu çiçək virusuna da aiddir, məxmərə xəstəliyinə də aiddir, hətta göy öskürə xəstəliyi də var. Bu kimi xəstəliklərdə bir dəfə adam xəstələnəndən sonra ikinci dəfə o xəstəliklərə yoluxmurlar. Deməli, onu da necə? Uşaq vaxtı edilən peyvəndlər sayəsində olur. Yaxud da ki, həqiqətən gerçəkdə uşaq özü tutulur həmin xəstəliyə, ondan sonra bir daha keçirtmir. Aha, görək uşaqlar burada deməli həminki xəstəliyə tutulmur, yaxud da ki, çox yüngül keçirir. Uşaqlar burada nə məlumat var? Bilirsinizmi məlumatına gələn fikrimizi verək. Bu çox gözəl bir məlumat var. Edward Jenner neyiniydi? Edward Jenner belə deyək, su çiçəyi xəstəliyinə, virusuna yoluxmuş bir inəyin, dişi inəkdir əlbəttə ki, dişi inəyin süd vəzisində balaca suluqlar çıxır. Həmin suluqların içərisində su olurdu, həminki patogenlərin olduğu suluqlar olur.
suluğu bir dənə sprişlə çəkir. Başqa bir dənə 8 yaşındakı uşağın dərisinin altına, necə ki, prob qoyurlar ha, indi mamanızdan soruşaq, ay ana, probu necə qoyurlar? Antibiotik iynəsi vurarkən probu həkim necə qoyur? Eyni ilə prob qoyan kimi dərinin altına həmin o su çiçəyinin patogenlərini azdıza Jenner uşağa yerləşdirdi. Uşaq bir neçə müddətdən sonra, əlbəttə ki, belə deyək də, həminki uşağı belə deyək, süni sürətdə Jenner xəstələndirdi. Xəstələnmək üçün həminki uşaq su çiçəyindən xəstələndi. O başqa məsələ, amma qızdırması çox olmadı. Cüzi miqdarda səpkiləri oldu, arxasınca da qurtardı, keçdi. Yəni həmin uşaq tez sağaldı. Belə yüngülvari keçirtdi həmin xəstəliyi və o uşaq bir daha su çiçəyi xəstəliyinə yoluxmadı. Hə, deməli, Jenner tətbiq elədiyi bax bu üsul vaksinləşdirmə yaxud da ki, peyvəndləşdirmə üsulu adlandı. Bu xəstəlik necə yadda saxlayaq? Uşaqlar C hərfin altından bir dənə Ç, bir dənə xətt çəksək, Ç hərfi olacaq. Jenner çiçək. 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 Yaxud da ki, C E N N E R. Jenner. C çiçək, Ç çiçək, C Jenner. Bu kimi belə yadda saxlaya bilərsiniz. Uşaqlar, ondan sonra, bir müddət sonra, əlbəttə ki, Louis Pasteur, bax bu Jennerin kəşfindən bir əsr sonra, bir əsr yalan deyir uşaq, 100 il sonra deməkdir. 100 il sonra Louis Pasteur aydınlaşdırdı ki, hə, sən demə, bu xəstəlikləri kimlər yaradırmış? Mikroorqanizmlər törədirmiş. Bax bu virus xəstəliklərini virus mikroorqanizmlər törədibdi. Ya nə bilim, başqa digər vərəm xəstəliyi olsun, vərəmi də bakteriya mikroorqanizmi törədir. Bax belə. Daha sonra uşaqlar gəldi bu nə isə bəzi infeksion xəstəliklər müalicəsində antibiotiklərdən istifadə edirlər. Dedik ki, kimdir? Antibiotiklərdən bakterial xəstəliklər zamanı istifadə edirlər. Uşaqlar, bakterial xəstəliklər nələrə aid? Bax, vərəmdir, vəbadır. Əvvəlki dərslərdə keçmişdik. Tulyaremiya olsun, ondan sonra tetanus olsun. Başqa nəyə keçmişdik? Badımcan, B hərfi ilə yadda saxlamışdıq. Bruselyoz, ondan sonra pomidor adı ilə P, pnevmoniya, vəba. Bax, bu kimi xəstəliklərin müalicəsində uşaqlar antibiotikdən istifadə edilir. Deməli, indi nə məsələ var? Gəlin diqqətlə fikir verək. Antibiotiklərdən çox istifadə eləmək olmaz. Siz təsəvvür edin uşaqlar. Məsəl üçün, anginanı virus da törədə bilər, bakteriya da törədə bilər. Tutaq ki, belə deyək də, angina xəstəliyinə tutulubdu bu uşaq. Tez-tez angina olur da, amma bakterial mənşəlidir ha, virus mənşəli deyil. Bu uşaq bir dəfə antibiotik içdi. Uşaq sağaldı. İkinci dəfə xəstələndi, yenə antibiotik içdi. Üçüncü dəfə xəstələndi, yenə antibiotik içdi. Artıq angina patogeni bu antibiotikləri tanıyır. Dördüncü dəfə antibiotik içəndə bu uşaq sağalmır, qızdırması aşağı düşmür. Niyə? Artıq antibiotikdən çox istifadə etdiyinə görə patogenlər, bir dəqiqə. Hə, deməli patogenlər bu bakteriya bakterial antibiotik nə idi? Aha, bakteriyalar antibiotikləri artıq tanıyır və bir dəqiqə. Aha, bakteriyalar antibiotiki tanıyır və daha sonra bu uşaq sağalmır. Uşaqlar, dərsimiz bu qədər. Belə deyək, bir sonraki dərsimizdə görüşərik. Bir dəqiqə.